Qoç, istirahət və rahatlıq istəyirsiniz, amma buna qədər görüləsi çox iş var. Maraqlarınızın təminatına çalışın, yaxın perspektivdə sizə fayda ola biləcək insanla əlaqə saxlayın. Buğa, boşuna səy göstərməyin, özünüzü həddən artıq yormayın, hadisələrə müdaxilə etmək məsləhət görülmür. Məqsədə doğru fəaliyyətdə müəyyən əngəllər yarana bilər, lakin narahatlığa dəyməz. Əkizlər, təsir imkanlarına tam nəzarət edin, yoxsa arzu olunmaz hadisələrlə qarşılaşa bilərsiniz. İşləriniz çoxdur, odur ki, fəal olun, qətiyyətli davranın, planlarınızı reallaşdırmaq üçün bütün imkanlardan yararlanın. Xərçəng, həyatınızda nizam-intizam yaratmalısınız. Sevdiyiniz, dəyər verdiyiniz insanlara laqeyd olmayın, onların qayğısına qalın. Yaradıcılıq məziyyətləriniz yüksək olacaq. Şir, böyük mənfəət əldə etmək üçün səylərinizi doğru istiqamətə yönəldin. Əlavə tapşırıq alsanız və ya başqasının görməli olduğu işi sizə tapşırsalar, razılaşmayın. İntuisiyanızda etibar edin. Qız, əvvəlki günlərdən yığılıb qalan, afteşok təsiri bağışlayan emosiyalardan qurtulun. Alış-veriş, dostlarla görüş üçün uğurlu gündür. İşdə heç kimlə mübahisə etməyin, heç kimə təzyiq göstərməyin. Tərəzi, işdəki qarşılıqlı problemləri həll edəndən sonra şəxsi həyatınıza daha çox vaxt ayırmalısınız. Həyatınızda əhəmiyyətini itirmiş hisslər, emosiyalardan qurtulmalısınız. Yeni tanışlıqlar yaxşı təsir edəcək. Əqrəb, səhər saatlarından etibarən aktiv olun. Əsas məsələ odur ki, heç yerə tələsməyəsiniz. Başladığınız işi sona çatdırın. Yaxın ətrafınızdakı insanların narazılığını hiss edəcəksiniz. Münasibətləri gərginləşdirməyin. Oxatan, maraqlı və əlverişli gündür. İmkanlarınızı dəyərləndirməlisiniz. Özünüz barədə indiyədək etiraf etmək istəmədiyiniz gerçəyi biləcəksiniz. Prosesləri müşahidə edin və köhnə problemi həll etmək üçün fürsəti əldən verməyin. Oğlaq, tələskənlik etməyin, hövsələsiz olmayın. Mümkün qədər nüfuzlu şəxslərlə əlaqə qurmağa çalışın. Səfər, səyahət və ünsiyyət üçün uğurlu gündür. Yeni cəlbedici iş təklifi ala bilərsiniz. Dolça, praktik və ayıq-sayıq olun. Dünən hiss və həyəcanın bol olduğu sahədə indi nisbi sakitlikdir. Yeni şəraitə uyğunlaşın, səhhətinizə də fikir verməlisiniz. Lakin sərt pəhriz saxlamağa lüzum yoxdur. Balıqlar, maddi gəlirinizi artırmağa çalışın. Həyatdan kəm alın. Kiməsə öz mövqeyinizi, fikirlərinizi izah etməyə məcbur deyilsiniz. Yalnız qarşılıqlı maraq varsa, işgüzar görüşlər fayda verəcək.